Sen yok mu gerisi? Sen çevirmişsin. Şeyini de dişliyorsun. Kadın değil o. Tabii günün hafta durma dedi. Yapsana. Sen geç böyle. Asker mi? Sağ ol. Ne kısa kısa. Bunlar sağım sözü. Şahır mı? Tamam amca. Al bak şuna. Aç kan. Onu getir getir. Selam birine geniş gelirli zaten. Bak gel şuraya. Yok vallahi şu güzel köylere atmıyor. Bizden sonra mı dönüşü kesme? Ha? Yok yok otur. Gel soğuk kes sağ ol. Kanadını alın boşluk kesme. Bizde var. Gerek cenazesi ne zaman? Sen orada yazalım. Yok ben.
Bu taraftan dur kızlar ötesine. Şekeri çekerler ki. Şekeri bir ara. Burada değil mi şekeri ara. Amen. Yakışı değil. Çok buldum gözümü tanıyorum. Hayır, kız sen buraya. Kudalar, bular yaxşı çəkir. Biz orada çəkildik. Sen buraya mı geçtin? Nasıl oluyor? Yok yerinde, taşı köyünde. Ne yazdığı kabimete var. Kimin kaşığı yoktu? Alın. Kaşığı yoktu. Kova çörüne koyup geldi. Ay Sultan. Bir zamanıyla yardım edin. O tepkini görüyor. Sultan yolu. Ay Sultan yolu. Aynen. Allah çamur. Tam şala. O ne değil? Madiden şey biraz ana koy. Biraz da koy. Hayır. Sana kaldı. Harbi biraz. Bizi de çek. Bizi de çek. Çekil, şunu çek. Bizi de çek.
Ya burada bak ya burada. Al ya burada. Bana bana. Gelin. Amen. Ben ne diyeyim? Söyleyince. Ağaçlarımı ne? Ben yoldaşlarımla oturuyacağım. Ana bunu da ben gel. Koyma. O pırgol saatinin 4'ü dağında gezme her oluşu da öyle. Gördün mü? Yerden batmış dağlarına gördüm. Koyan kardeşim kuşak falan. Mübarek, mübarek. Fıstık da olsun abi. Buralarını ben de yüksek bir tane daha. Başın üstüne baksana. Baba
Bu belediyende spor yola devlet verdi bizlerden. Dostlar, hamılıqla bugün bizim toy şenliğine, bizim heyete hoş gelipsiniz. Ben sizden çok razıyam, size büyük minnettarlığımı bildirirəm. Arzu edirəm ki, elimizde Azerbaycan halkının bütün ailelerinde, hamısında toy şenliği olsun. Burada iştirak eden yoldaşların, qohumların hamısının evinde olsun belə toy şenliği. Bizim de o imkanımız olsun, həmişə onların toy şenliğinde yaxşı, yaxından iştirak edəyik. Ben sizden xahiş edirəm, bizim xanəndələrdə bizə yaxşı hər tərəfli ruhi qida verəcəklər.
mənəvi cəhətdən bizi gün tam mənasıyla təmin edəcəklər. Yemək içməkdə var, hava şərindir. Rahat oturun, vaxtımızı şən keçirək, mənalı keçirək, yeyək, içək, şənlənək. Ona görə də mən istərdim ki, bizim məclisi də Vidadi Kazımoğlu idarə eləsin və ondan xahiş edək, bizim məclisi lazımı yüksək səviyyədə aparsın. Sağ olun. Mən bundan sonra əminəm ki, deyilən şərtlərimiz hamısı 100% yerini tutacaq. Çox sağ olun. Sevdiğim senden Günler olsun ki, bütün eldir bayrağı.
Uzaktan yakından bugün bize teşrif getirmiş bütün dostlar, qohumlar, hamılar hoş gelirsiniz. Sadi müəllimin ocağına. Məqsəd hamıya aydındır ki, bugün biz Mustafa bəylə Müsalə xanımın toy məclisinə yığışmışıq. Bu tarixi qeyd eləməliyik. Sizlə beraber bu tarixin şahidi olmalıyıq. Bu şahidlik simasında hər birinizə xoşbəxtlik arzu edirəm. Yaxşı keyf arzu edirəm. Yiyib içmək arzu edirəm. Və istəyirəm ki, birinci badələrimizi Ruslar tradisyonlu deyir. Eləyək və bugünkü növ cavanların sağlığına, bugünkü çiçəklərin sağlığına, güllərin sağlığına qeyd eləyək. Mustafa bəylə Azərbaycanda bəy sözü moddur. Çoğuna görə çox fikir verməyim mənim danışığıma. Bəy çox işlədirəm. Çünki başımız hamısı pusat bəylərə bağlıdır. Bəy deməsək, işin irəli getmir. Fərman üzümə yaman baxırsan, bəyin Gəncədə elə deyil. İndi alverçilərə də bəy deyirlər, ticarətçilərə də bəy deyirlər, şoferlərə də bəy deyirlər, müəllimlərə də bəy deyirlər, gör nə günə qaldıq. Yox, hələ demir, elə bəy deyirlər. Müəllimlər indi, çünki Azərbaycanda hakimiyyəti pusat idarə edirlər, hamısı müəllimlərdir. Ona görə hamısı bəydir. İşin keçir, get bəyə baş ək. Uzaq getməyək, Mustafa bəylə Müsalə xanımın sağlığına, onların saadətinin, xoşbəxtliyinin sağlığına, onların gələcəyinin sağlığına, xahiş edilən badələrinizi süzün. Bəyək nə qədər içirsiniz özünüz bilərsiniz. Mən indi dediyim sağlığa hərəmiz bir qədəh nuş edəyək. Xahiş edilən bir tuş. Mənim tamadalıq proqram bundan ibarətdir ki, hökumətdə, xalqda deputat seçəndə, vəzifə sahibi seçəndə birinci proqram tələb edirlər ki, proqramı nədir görək, bəyənirikmi? Ondan sonra biz onu icra edək. Mənim proqram bundan ibarətdir. Yemək, içmək, keyf eləmək, musiqi zakaz vermək və lazım gələndə tamadıya əgər səhvlər olursa onun üzrə demək, tənqid eləmək. Çünki demokratiyada bu hər şey moddadır. Belə şeylər çox fikir verin ki, tənqid də qəbul olunur. Amma qabaqca gələ rüşvət verəsiniz. Demokratiyada qabaqca rüşvət alırlar, sonra tənqid edirlər. Köynə vaxtdan biraz tənqid edən kimi işdən çıxardılar. Bizə bu şey yaxşıdır, kimi işdən çıxarmırlar. Ona görə heç qorxmayın, tamadaya yaxın gəlmək lazımdır. Bu birinci proqramımdır mənim. Proqramadan əlavə mən istəmirəm özümə köməkçi seçəm, hamınız burada bir-birinizə xahiş edirəm, qulluq eləyin. Hamı elə oğlu, qohum, dostlar, yaxınlardır. Musiqiçilərimiz kəndimizin cavanlarıdır. Meydan bəy başda olmaqla burada iştirak edirlər. Nə sözünüz olsa deyin. Amma məni məcbur eləməyin, kimisə iştirak edeyim, kimsə buraya nəmər göndərsin. Özünüz tez-tez mənə müraciət edin ki, plan mahalini istəyirik. Amma xahiş edirəm Vaqif Qiyasoğlu'ndan gəlsin, məndən üzbəyiz olsun. Çoxdan da onun gözünü görürəm. Haradadır o? Vaqif Qiyasoğlu, gəl görüm yanıma. Darxırdım sənin üçün. Sən gəl, bir şey verərsən burada danışarıq, gəl. Bir stul gətirin, stul alt stul gətirin, bu xahiş edirəm orada. Mən dediyim sağlığın ətrafında, Vahidlə Müsalənin sağlığında, daha doğrusu Mustafa bəylə, çünki biz ona el arasında Vahid deyirik, amma pasportda adı Mustafa'dır. Mustafa bəyin sağlığında xahiş edirəm tamadaları, onun dostları, kim özünü Vahidin dostu hesab edir, haqq hesabı bura göndərsin. Necə oldu Almaz müəllimin oğlu?
abinin. Hüseyin. Müzik gel bura. Sen burada çaparsın. Kim var o tap Vahid'in Mustafa'nın dostlarını onlar işte böyle get buraya. Buyurun söz sizin. Gel buraya. Buraya. Gel bırak. Sana sevda yolunda sonralara taş Sana sevda yolunda
Bir akşam olsa bir yerine gidecek. Tamam sen de. Ayak kardeş. O bir o taraf sen. O bu taraf sen. Sen bu taraf. Sen bu tarafa. Ben gidiyorum. Sabahınızla kardeşim ya. Anında gitmiş. Aparata da gösteriyor. Bütün kafalarında, başlarında gözü Növbəti zağlımızın vaxtı gələndə səbəbkarlardan biri gəldi çıxdı, gecikmişdi. Mən istəyirəm bu sağlığı bizim hamımızın borçlu olduğumuz, həyatımız boyu borçlarından çıxa bilmədiyimiz və bütün insanların hamısının nəsil bə nəsil bir-birindən görə-görə, götürə-götürə gəldiyi və həyatda həmişə öz övladları öz valideynləri qarşısında nə qədər borçlu olduğunu bilməyi bir daha diqqətinizə cəlb edeyim və xahiş edeyim ki, növbəti vadəmizi biz içək, bizim bəyimizin və gəlinimizin valideynləri burada iştirak edirlər. Sədi müəllim, Famil bəy və onların həyat yoldaşlarının sağlığına nuş eləyək. Sədi müəllim, ay Sədi müəllim. Yuxarı gəlin bir dəqiqə Sədi müəllim. Famil bəyə yaxın gəlin. Ay Sədi müəllim. Famil bəyə yaxın gəlin. Buradadır, burada bəri yaxın gəlin. Xahiş eyləm bir stəkan sizin yanaşı oturun görüm. Bu şəkil çəkən, video çəkən qardaş, yaxşı hər iki atıyı qeyd elə. Tarix her şeyi unutmur. Bəlkə də illər keçəcək, Sədi müəllim və Famil bəyin balaları bu video kasetə baxanda bir daha görəcəklər ki, onların ataları yanaşı oturublar və onların toylarını bütün burada əyləşən yoldaşlarla bir yerdə qeyd edirlər. Bunun özü bir tarixdir. Və bu tarixin şahidi sizlə beraber mənəm və burada əyləşən yoldaşlar, qardaşlar, insanlardır. Qıraqdan, yaxından gələnlərdir. Sədi müəllim və Famil bəyin sağlığı olsun, onların həyat yoldaşlarının sağlığı olsun və bu simada, bu sağlıqda bütün burada əyləşənlərin və əyləşməyənlərin, bütün dünyada yaşayan valideynlərin hamısının sağlığı olsun. Və yaşamayanlara Allah Taala burada içilən şərabdan kənar rəhmət eləsin. Xahiş edirəm, hamınız bu badələrə nuş eləyin
ve bir duş. Bu sağlıkta atana sağlık olduğu için orada benim dostum Toz'dan gel. Bakı'dan gelmiş daha doğrusu. Tozlu bir etibar dostum var. Etibar oradasın. Etibar. Buradasın. Ha, eyleş. Etibar Bey oradan bir 300 manat pul gönderip ki bu peşengi oğlan gitara çalan bir ana havası çalsın. Bundan beraber ben istedim ki bu sağlıkta bu iki kudalar bir iştiraf olsunlar. İkisi de bir müzikinçiler dilendirsinler ve ikisi de ayaküstü içsinler, öpüşsünler. Söz deseler özleri bilirler, demezlerken özleri bilirler. Ayağa kalkabilirsiniz ikiniz. Karşıyla bir onda yak çeken var olun. Ayağa kalkın bir görüm ikiniz de. Bağışlayayım ben sizden yaştan küçük olsam da. Karşıyla bir kenara bir yakşı. Vurun indi. Sonra da bir öpüşün ondan sonra. Hadi gözünüze dönün. Şirin olsun. Bunu göre. Miki ve Ahmet bir dakika. Miki ve Ahmet bir dakika buraya yakın gel. Bir dakika yakın gel buraya. Gel. Kazan da azat sonra.
Çok sağ olun, çok sağ olun, çok razı olun. Hörmətli ziyafət üzvləri, hörmətli qonaqlar. Atadan, valideyndən ən əziz, ən ümdə, ən çətini, korumağı çətin olan, saxlamağı çətin olan bir varlıq vardırsa o da vətəndir, o da torpaqdır. Atalar deyir, torpaqdan pay olmaz. Bu gözəl kəlamın arxasında görün nə qədər hikmət yatır. Mən bunu əvvələ salmaq istəyirdim bu sağlığı, amma kəndimizdə olan moda xatirinə mən bu sağlığı üçüncü içirəm. Və hamınızdan xahiş edəcəm, bu sağlığı ayaqüstə içəcəyik. Azərbaycan mayesi nur, qayesi nur ki, hər şimşəkdən alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər. Şəhidlər başını yerə qoyub yatdığı bir vaxtda, torpaq uğrunda, vətən uğrunda öz canlarından keçən bizim oğlanlarımız Qarabağda vuruşduğu bir vaxtda biz sizlə burada kef edirik, yeyib içirik, toy edirik. Allah xeyir eləsin əvəş. Ölkəmizdə, respublikamızda, sizin respublikada, bizim respublikada hər qapıda Allah Teala toy qismat eləsin abi. Amma bir şey yadınızdan bir an çıxarmayın ki, Ağdərədən tutmuş ta o tərəfi, Naxçıvan bu tərəfi Qazağa kimi böyün torpağımız düşmanlar tərəfindən təcavüzə məruz qalır. Böyün torpağımıza daş atırlar. Daş atanın Allah Teala qapısına daş atsın. Maşınla, vagonla, samalyotla, nə ilə istəyirsən. Böyün eşitdim, adamın bağrı para olur ki, böyün bizim bir dənə təyyarəmizi vurdular. Ağdərə üstündə. Heç evi yoxdur. Böyün bizim təyyarəmizi vuran oğlanların sabah anası bağırsaqlar qalacaq, bunu yadından çıxarmayın. Və böyün Ağdərədə, vətən uğrunda, torpaq uğrunda həlak olan oğlanları, qızları sabah durub ayağa, öz vətənini, öz torpağını qarış-qarış qoruyacaqlar. Çünki biz Azəri övladıyıq, biz Türk, Azəri Türküyük. Azəri Türkünün dədəsi də, babası da həməşə süngəlində olub ona görə ki, həməşə bizi əsarət altında saxlamağa çalışır, həməşə bizə təcavüz ediblər, həməşə bizi qorxudublar, həməşə bizi sevməyiblər. Nəyə görə biz düzük? Biz xalqımızı sevirik, millətimizi sevirik, biz elimizi sevirik. Bax, buna görə bizim həməşə hamımızın başımız qappazdır, olubdur, üzr istəyirəm ağsaqqallardan. Amma biz bu qappazın ikiz olur. O bir sözünü həmişə düşman başına vuracağıq. Və böyün də bizim oğlanlarımız, bizim qızlarımız yuxarı Qarabağdan tutmuş ta aşağı Qarabağa kimi, Sərhəng su vadisindən tutmuş ta Naxçıvan bu tərəf, o tərəfi Qazağa kimi müharibə edirlər. Biz müharibə eləmirik, bizlə müharibə edirlər, bizi məcbur edirlər.
Bunu hamınız bilirsiniz. Ona göre de ben xahiş edirəm hamınızdan. Şəhidlərə baş əyək bu akşam. Uzaktan 500 kilometre yolumuz olsa da Bakıda yatır çoxsu onun. Hamınız bilirsiniz. Dağlı parkda yatır. Bəziləri kəndlərimizdə, şəhərlərimizdə yatırlar torpaq altında. Və o şəhidlərin balaları qarşısında, övladları qarşısında böyün biz hamımız baş əyək, saqqallar bir şəhidlik. Böyülü kiçikdir. Və arzu edirlər ki, bizim torpağımıza sülh gəlsin, əman-amanlıq gəlsin, azadlıq gəlsin. Və Borçalıda yaşayan Azərbaycanlılar, hansı ki, böyün Azərbaycanla yaşayırlar. Mən elə bilirəm ki, və bu mütləqdir, biz hamımız oruyla nəfəs alırıq, Borçalılar. Ona görə xahiş edirəm, yalvarıram sizdən hamınızdan ki, ayağa qalxın. Bu xalqın, bu torpağın, bu balaların, bu yaşayanların, balaların hamısı xoşbəxt olsunlar. Oğlanların, qızların xoşbəxt olsunlar. Və biz hamımız ancaq bəylərdən də, xanımlardan da, qədələrdən də, ağalardan da hamısından bir şey umuruq. Azadlıq, əmin-amanlıq, rahat yaşamaq, heç kimin çörəyində bizim gözümüz yoxdur. Eşq olsun belə xalqa. Yok, Hüseyin Hacıbeyev'in. Çorolu Vertura. Arif Ağa da. Cemaatin qabağına sənə bir dənə 200 qramlıq stəkan araqla iştiraf edirəm. Söz. Mən bilirəm ki, bilirəm qorxuram. Söz. Mən sizlərəm. Asıl pasadır qadağım, sən belə işte bilirəm yaxşısan. Söz olur. Bəhrimən asqalır. Bağışlayın, valla. Olacak saat olacak. Bircə dəqiqə imkan verin bana. Hamımız kövrəldi, üzr istəyirəm hamımızdan. Mən istəyirəm muzikantlara söz verməmişdən qabaq, hala başımız ayıqkən bəzi sağlar yadımdan çıxarmayaq. 500-600 kilometr yol sürüb buraya qonaqlar gəldiler, oğlanlar var. Mənim dostlarım da o tərəfdə arxada əyləşiblər. Bakıdan, Sumqayıtdan, Bana Keçir Gəncədən, Bakıdan etibar burada böyün iştirak edir. Xalid dayı böyün iştirak edir burada. Sumqayıtdan Elxan, Əlirza iştirak edir. Əlirza buradasan? Sən qadan qalım, elə orqanda işləyirsən, mən sizdən qorxuram. O vaxtdan qorxuram. Belə şeylər ki, orada burada söyləm. Və Gəncədən burada yoldaşlar iştirak edib. Fərman buradadır. Qoy bir spisokuma baxım. Fərmanı tanıyıram, gezilərimizdə tanımalıyam. Kərim buradadır, Kamil buradadır. Və Vahidin burada dostlar iştirak edir. Gəncədən özləri də qulluq edir. Onların qarasını alıb, Gəncəli balalar. Bax, biri orada dayanır. Həmişə sənin qapında qardaş qulluq eləməyə hazırıq. Və qonaq ən Azərbaycan ailəsində ən əziz adamdır. Həmişə bizim dədələrimiz, babalarımız tənəkdə olan bir tikə çörəyi qonaqla yarıb olmaya hazır olurlar. Və böyün az da olsa, çox da olsa nəyimiz var stol üstündə, biz o qonaqlarla bölməyə razıyıq. Mən hamınıza can sağlığı arzu edirəm, Azərbaycandan gələn qonaqlar. Bakı, Sumqayıt, Gəncə qonaqları. Biz, yadınızda olsun ki, mən bayaq dediyim sağlıqda bir də təkrar olmasın. Yadınızda olsun ki, burada yaşayan 500 min Azərbaycanlı hamı sizlə yaşayır. Onlar böyün öz həyatlarını yadlarından çıxardıblar. Onlar böyün öz həyatlarını düşünmürlər. Düşünürlər ki, ancaq görə orada nə var. Və onlar heç vaxt Tiflisi paytaxt saymıyorlar. Paytaxt onların Bakı olubdur. Ona görə mən bunu sizin nəzərinizə çatdırmaqda bircə məqsədim var ki, bunu yadınızdan çıxarmayın. Hamınızın balalarınıza xoşbəxtlik arzu edirəm. Ailənizə, qohumlarınıza,
Kim var? Tamam o klinikada hamısına xoşbəxt arzu edirəm. Bu sağlıqda kim nə zakaz vermək istəyir vaqifi görsün. Gəncəllər də, Sumqayıtlılar da, Bakılılar da. Nə istəyirsiniz? Musik. Bu musikamediya, bu bizim bir Azərbaycanda bir musikamediya var, onun musik obrazı var, orada o yadıma açdı. Hardadır o? Ay Müseyib, gəl görək. Müseyib Almazoviç. Müseyib Almazoğlu. Musik. Ha, çağır görək. Bu havada qadın. Elxan müəllim bir yaxşı zakaz verib, oğul oxuyacaqsın ancaq, o ayrı bir şey ola bilməz. Qarabağ şikəstəsi. Amca oğlum, bir gram bir tanesi var. Sen bak, bir gram bir tanesi var. Hayır, buradan alıyorsun. Ben zaten yapacak kaldım. Alacak kaldım, sağ olun.
Olacak, şu an dağlarda olacak saz. Saz da var ha, yadınızdan çıkmasın burada. Küsme təbiətin şılsağlığından, duman bu dağlardan getməsin. Torpaq yanımızda, su yanımızda, əlimiz bir yana getməsin. Cana dərd eyləmə, kəni dumanı, nə axı yaxın qoy, nə də amanı. Mən sazı götürüm, sənsə kamanı, bülbül özü bilir, ötməsin. Əgər ağıl olsa başın içində, dirəklər gül açar daşın içində. Kəpənəkçi zəlmixan yaz tapar qışın içində, tək arzu tükənib, ömür bitməsin. Elxan, mən istəyirəm növbəti sağlığımızı bu can sağlığından, bu məhəbbətlə, bu Zəlmixanın şehir tövbəsindən birlikdə burada iştirak edən bizim elin, obanın ən yaxın qonşuları, ən yaxın qohumları, ən yaxın adamları olan Təkəli, Ağammətli və Qasımlı xalqının sağlığına içən. Burada o kəndlərdən, Təkəldən Sabir müəllim, Məskər müəllim, Vahid müəllim, Hüsən müəllim, Ağammətlidən Əlxan müəllim, Təkəldən yenə Yaşar müəllim, Qasımlıdan Qurban müəllim, bütün və adlarını çəkmədim kim burada iştirak edir. Allah Teala hamısının canını sağ eləsin. Ağsaqqallar, hamınızın qabağınızda biz baş əyirik. Borcumuzdur. Əlxan müəllim bizim hamımızın müəllimimizdir. Sabir müəllim bizim hamımızın müəllimimizdir. Əskər dayı bizim hamımızın ağsaqqalımızdır. Ona quzu kəsim, onun qoç oğlanları var. Əskər dayı. Biz sənlə həmişə fəxr edirik. Borçalının ağsaqqalısan. Mən bu xalqın, bu cəmaatın, bu kəndlərdən gələn qonaqların sağlığına, onların ailələrinin, balalarının, qohumlarının, bütün kənd sakinlərinin hamısının səhəfindən badə qaldırmaq istəyirəm. Və arzu edirəm ki, sizin ancaq hamınızın bir-birinizə bircə işiniz düşsün. Bircə söhbətiniz olsun ki, kimin toyuna böyün gedə, kimin toyuna bizi Təkəldən, Ağamətdən, Qasımlıdan çağırırlar və Qaçağandan çağırırlar. Xoşbəxt olun, hamınızın balalarınızı Azərbaycana kömək eləməyə çağırıram. Kim nə imkanı var, kimin nəyə gücü çatır, kim nə göndərəcək, özü bilər. Xahiş edirəm, hərə öz sahəsində, öz tərəfində Azərbaycana kömək eləyir. Nəyə gücünüz çatır? Və biz borçalların orada bu başın ucalığıdır. Biz həmişə eşidəndə ki, hardansa bir şey gəlib, Borçaldan gəlib Azərbaycana, Qarabağa, biz onunla fəxr edirik. Hamınızın şərəfinizə badə qaldır. Xahiş edirəm məclis əhlindən, məclis üzvlərindən məni burada patejit edin ki, bax bu qonaqların sağlığı içəyim. Üduş. Bu sağlıkta Bayramov Fərhad, Azad, Ədufan, Rəşid, Bahaddin Uprava, səni Uprava qoğanın Allah yönde toy eləsin. Ay kalbimin qüssə-i qəmdən İraq olsun yarəyəm. Kalbimin qüssə-i qəmdən
şəhərdə göstərlərsən, nəzakət bu gecə. Bir yaşayalım. Sağ olasın ben, sağ ol. Hoş başına. Sağ ol. Krasmada da ben. Güzel bir tane adam. Evet, Kasım'ın ailesine Çok beğendim dedim. Her şeyin yerinde bir an olma. Ha ne olur ha. Arzu direm ki. Bu kendine gelen. Allah'a şükür. Kulumuz da olmasa yüreğimiz servis. Gel buna. Orada böyle gider. Ne kadar sağlık olsun. Allah'ın sağlığı olsun. Kardeşimizin sağlığı olsun. Sonra sen öyle gözünden bak. Karanlık şu bu tarafa. Ay oradan dersi yanardım diye yaxşı. Daha var olsun. Oradan bir şey düşecek ya. Şu öğrenme Berdan abi. Böyle düşünür. Oradan çıkan tarafta. Aa. Niye? Siz gelsin. Sağ olun. Sağ olun yoksa. Yoksa gözü boş şekilde şeysin yok acaba. Senden küçüler. Sana ya. Başka respublikalarda, başka diğer Hayatı boyu güzel oğlanlardan diyor, korkma. Heç vaxt ondan borçalının markasına şans almırlar. Əksinə qaldırırlar. Telefonun sağ olsun. Oğlanlar sağ olsun. Adlar sağ olsunlar. Gedib. Borçalının aksaqqalların, ağbirçələrin sağlaşmasını deyir. Burada eləşən və burada eləşməyənlər. Ben burada görürüm. Aksaqqallar çoxdular. Bir adlarını çəkmək istəmirəm, amma xahiş edirəm mərkəz öz payını götürsün. Borçalı sağlığında. Borçalının
cavanları, Aydın, Dayoğlu. Çuluk edirsən, orada Borçalı balalar yanında oturup hamınız buna iştirak gönderin. Müzik, gel onların yanına görün. Orada 10 nəfər adamsınız, öyle de ben 10 manat göndermeyin. Bir pomidoru yaxşı tapsın, biraz çok gönder. Biraz çok gönder. Benim her yerden bilirsem əlaqam var. Pomidoru harada neçə sapsınız, ne kadar batırır ne de kazanırsınız, raşot bendedir, korkmayın. Bilirəm. Azərbaycandan keçəndən hamısı qayılar soyub sizi. Ben üzr istəyəm ağsaqqallardan burada eləşən bizim böyüklərimiz. Borçalının tarihi böyükdür. Borçalının tarihi uludur. Borçalının xalqı uludur. Borçalı ilə həmişə Azərbaycan Respublikası fəxr edir ki, bizim yarım milyon ağsaqqalımız, qarasaqqalımız, abirçəyimiz, cavanlarımız Borçalıda yaşayır. Böyük bir xalqdır. Hamınıza mübarizə arz edirəm. Azadlıq uğrunda, təvəkkür uğrunda, xoşbəxtlik uğrunda, öz balalarınızın gələcəyi naminə mübarizə aparın, qələbə çalın və heç kimə baş əyməyin. Onsuz da baş əyən Borçalı deyil, amma böyün də bu sözlərə ehtiyacımız var. Çünki yoldaşlar, estağfurullah, dönən arası qıraqdan baxanlar bizi buna çox görür, bunu bizə çox görürlər və çalışırlar ki, biz övqətimizi pis eləyək. Borçaldan olur. Özümüzü qərib hesab edirlər. Biz qərib olası deyilik. Ha Borçalılar. Ben heç kimi adını çəkməyəcəm. Rəşid Qızma yaman bağır eşit. Xahiş edirəm təşkillə Borçalılar adından. Qıraqda yaşayanlar da buradadılar. Ramiz, Mübariz, oğlanları. Günəmalı burada ağsaqqaldır, başçıdır, Borçalıdır, çökəyidir. Kəndinin ağsaqqalıdır. Karşılamayla. Bir sözdür. Bir söz. Hem de ştraf gönder buraya. Portaldan olup Paris'te Musa dayım nedir? Kaç elim oradan. Musa dayım böyle de kimdi o fazladır? Dönmürem ya. Sen Mugaffar. Rafael. Kardeşim. Gencali. Kaç elim buraya cross iştirak gönderin. Ben... Gelir mi? Gelir. Gönderin karşıma mısın? Adını çektiği adamları cross'la halleyle meselelerdi. Bu sağlıkta saz da var, söz de var, Borçalı da var. Allah uzak eləsin Azərbaycanın müsaadələri Borçalıdan. Ama Gürcistan qərbindən tutmuş şərqinə kim böyün yanır. Bod içindədir. Arzu edirəm ki siz, ben size Azərbaycanlar üzümə turam. Bu mübarizədə istifadə edib qalib gələsiniz. Acaba deyirlər orada şuluq edirsən sən. İşrafı göndermirsən. Qarşı Dayoğlu təşkil eləsin, roşmu. Mən gönder özün şəxsi, mən görüm onu. Bu sağlıqda aşıq özü bilədin havası oxuyacaq. Yaxşı el havası. Götürün bunu böyle. Or düzgün. Or yaxşı götürün. Saxla usta. Saxla. Ha. Saxla bunu usta. Ha, aç. Bir de saxla burada. Orada onu saxla. Bu havadan sonra Kaşir'den Bakı'dan gelen konaklar oynama aslında ben sizin aklına geçsinler. Ben de gelip onlarla beraber orada oynayacağım.
Kimsin o? Ben karşıyla orada yoldaşlar beni bağışlasın, yola sanın oralar kesinler. Ve Azerbaycan'ın en çetin, en ağır şehrinden bir konak buradan buraya. Bugün meclis, toy meclisi, şehir meclisine çevrildi. Məni ana vətənimə, bu günümü sabahıma, dünənimə bağladanım. Ey səsimə səs verənim, sən ey mənim varlığımı yeryüzünə göstərənim. Ey şərəfim, ey bayrağım, ey anamın kitabında adı qalan, doğma ikən ögöy olan sinə dağım. Xətainin qılıncında, Füzulinin qəzəlində bülövlənib ovxarlanan söz kəsərim. Dağlarından damcı damcı sızıb gələn öz əsərim. Ey bu günü dilim dilim, tapdalanan ana dilim, sinəsində od qalanan ana dilim, qapıların arxasında boynu bükük qalan dilim, var ikən yox olan dilim, ayaqlarda kilim dilim, vuruşlarda bir qəhrəman, barışlarda həlim dilim, yadın fitvasıyla, öz gülləmizlə, özgənin dilinə ov olan dilim, möhürlü, hüquqlu idarələrdən, daxmalar küncünə qovulan dilim, ali təbəqələr səni dandılar, sən bir ümman ikən dayaz sandılar, özgənin dilində xorulandılar, sən ey öz sacında qovrulan dilim, xətayı taxtında sən fərman oldun, yadlara hökm edən qəhrəman oldun, bəs niyə sən bugün pərişan oldun, Babək qılıncından odalan dilim, tarixin yolunu keçdin uğurlu, sənə batanmadı bir qolu zorlu, dünəni möhtəşəm, sabahı nurlu, indisi tapdanıb ovulan dilim, analı atalı ayetim dilim.
...0855 xahiş edirəm yol verin deyirlər. 0855. Konular çək. Alo. Bir dənə xahiş. Bəli, bir dənə. Bəli. Bir dənə xahiş edirəm aşağı oturun müəllimlər. Sizcə müəllim deyilsiniz, bəysiniz, bəy. Bir dənə xahiş edirəm. Ay Kamil, bu sarı Kamil buradadır mı? Ay sarı Kamil. Bizim qonşumuz Kamil burada var mı Kamil? Babayev Kamil. Sen de diye çeksen, kadam sen sağlığın olsun. Burada en büyük eziyet sen çektin büyük. Bir kod gönder 100 bana, bir kod. Ha, pulu verirler. Öğrenmiş ama haber istiyor şey. Kimden almak lazımdı billah bir şey. Tamam, söz senindir. Sen de bir kule dizeyim. Yoldaş tamada, baba evine mənim xeyrim dərdi idi, onu da ladoydam satıb cibinə qoyub. Ondan nə pul istəyirsən sən? Bir kod atıyor. Hadi o sağ 100 saat ver bak. Sizlere bunlardı. Resme sen söylemedin olmaz. Senin en yeri. Ona verdim ben sana. Senden ne çalsın? Çok. Koy söyle. Ne yapasın değil mi? Havalı değil. Ay yoldaşlar, ben Vidadi Kaziboğlu'na öz minnettarımı bildiririm. Bana söz verdiğine göre burada yerleşen bütün demek yeni yetmelerden aksakkallara kadar hamsının Sadi Müəllimin büyük emeği var, büyük hizmeti var. Ele de zahmet çekenler sağlığına Vidadi, bir oldu Vidadi. Zahmet çekenler sağlığına için ben öyle bir zahmet çekenler için bizim Qaçağan kəndinə çəkilən zəhmətin, çəkilən əziyyətin hamısı mən elə bilirəm ki, bizim Gürcüstan Respublikasının əməkdar müəllimi Sadi müəllimin daha çox tabidadır. Mən elə öz kəndimizin zəhmətkeş balalarının, zəhmətkeş insanların sağlığına içirəm. Zəhmətkeşlərin sağlığında Qaçağanın sağlığına içirəm. Mən arzu edirəm Qaçağanda xeyir iş olsun. Bax, dünən, bugün 4-5 yerdə toydu. O cümleden efendim, dün sen bize yakınlaşman zararı yoktu. Ben bir iki kelime Qaçağan hakkında söz vereceğim. Diyor ki, Gürcüstan elinde bir cennet gördüm. Onun zər yatağı Akaloğlu Qaçağandadır.
Lale'nin, Nergiz'in, Kerbenöyşənin sarmaşılı tarqa çağandadır. Özü özlüyündə adoslar aslan dəhərəm, əvətsiz yaranıtı xeyrə şərəm. Həyat tablosudur, Zoğallı dərə çaxırlı buraqa çağandadır. Ucalır zirvədə qartalın səsim, ötür ürəyimdə itin ərəsin. Açdı qollarını, Apılı dərəsi gördüm ki, igidlər yurdu qaçağandadır. Toy şənlik bu kənddə adoslar nə gözəldəbdir. Mən elə vuruldum, el məni sevdim. Gəzdiyim, gördüyüm 1500 evdir, dostlar cənnət bağı qaçağandadır. Yol yoldaşım oldu Mirzəfər Kərim. Tofik uşaqlıqdan sənət əsərim. Allah rəhmət eləsin. Rövşəndən, Yusifdən yoxdur xəbərim. Dostluğun sonra qaçağandadır. Mən şairəm, Aysoyun, sirri çoxdur dünyanın. Burada tarixi var hər keçmiş anın. Zərdüştər diyarı Azərbaycanın bir bala bucağı qaçağandadır. Bütün qaçağanın zəhmətkeş balalarını sağlıq olsun. Zəhmətkeş insanların sağlıq olsun. Zəhmətkeşlərin simasından bir zəhmətkeş, kocaman müəllim kimi elə zəhmətkeşlərin sağlığında gene Sadi müəllimin sağlıq olsun. Sadi müəllimin gözü aydın olsun. Son balasının xeyrişidir. Arzu eləyək ki, ondan sonra nəvələrine, nəticələrine, kötücələri çeksin. Sağ olun, canınız sağ olsun. Və qalı Kərim verəcək, Kərim.